Bu reseptdən sonra uşaqlarınız çöldən döner almayacaq. Ama önce annenizi ve babanızı seviyorsanız telefonunuzun bunu yapabildiğini 3 saniye içerisinde kanıtlayın. Önce beğeniye basın, ardından abone olun. İnanın o qədər ləzzətli olur ki, toyuğu julien formasında doğrayırıq. Duz, istiot, tomat, qatıq əlavə edirəm. Kərə yağı əlavə olmuş tavada qəşəng qovururam. Toyuq əti tam qovrulduqdan sonra içərisinə ketçup əlavə edirəm. Kənarda isə pomidoru, xiyarı, soğanı, göyərtini doğrayıram. Qaba əlavə edib üzərinə sumaq və bir qədər də duz əlavə edirəm. Salat hazırdır. Lazım olan əsas ingrediyentlərdən biri də lavaşdır. Mən Milli Dadın dönərçi lavaşından istifadə edirəm. Çox ləzzətli lavaşdır. Tərkibi qatqısızdır. Su, duz, undan ibarətdir. 2 qat lavaş edirəm. Üzərinə hazırladığım toyuq ətindən və salatdan yerləşdirib bükürəm. Yağsız tavada uyuyub qızardıram. Səsi eşidirsiniz. İnanın dadı o qədər ləzzətlidir. Mütləq hazırlayın.